Doğru Xəbər Azərbaycan Milli Hidrometeorologiya Xidmətinə istinadən may ayına olan hava proqnozunu təqdim edir. Belə ki, bu ilin may ayında orta aylıq temperaturun iqlim normasına yaxın, bəzi ərazilərdə isə bir qədər yüksək olacağı gözlənilir. Aylıq yağıntının miqdarı əsasən iqlim normasına yaxın olmasına baxmayaraq ayrı-ayrı günlərdə intensiv yağışların yağması ehtimalı var. Ayın ilk günlərində bəzi dağ-təpə və dağlıq rayonlarda qısa müddətli yağıntı gözlənilir. Birinci 10 günlüğün ikinci yarısından etibarən isə əksər rayonlarda yağıntıların intensivləşəcəyi ehtimalı var. İndi isə daha ətraflı. Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturu 18-20 dərəcə isti olacaq ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr temperatur 12-17, gündüzlər 20-25, bəzi günlərdə 27-32 dərəcə isti olacaq. Aylıq yağıntıların miqdarı iqlim normasına yaxın ehtimal olunur. Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərurda havanın orta aylıq temperaturu 18-22 dərəcə isti olacaq ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr temperatur 11-16, gündüzlər 20-25 dərəcə, bəzi günlərdə 30-35 dərəcə isti təşkil edəcək. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın olacaq. Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Ağdam, Goranboy, Daşkəsən və Gədəbəydə orta aylıq temperatur 14-18 dərəcə isti olacaq ki, bu da iqlim normasına yaxındır. Gecələr temperatur 7-12 dərəcə, gündüzlər 15-20 dərəcə, bəzi günlərdə 25-30 dərəcə isti olacaq. Aylıq yağıntıların miqdarı iqlim normasına yaxın gözlənilir. Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilanda orta aylıq temperatur 14-18 dərəcə isti olacaq ki, bu da iqlim norması daxilindədir. Gecələr temperatur 7-12, gündüzlər 15-20 dərəcə, bəzi günlərdə 25-30 dərəcə isti təşkil edəcək. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın olacaq. Qazax, Gəncə, Ağstafa, Şəmkir, Tovuz, Tərtər və Füzulidə havanın orta aylıq temperaturu 18-21 dərəcə isti təşkil edəcək ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr temperatur 12-17 dərəcə, gündüzlər 23-28 dərəcə, ikinci və üçüncü 10 günlük bəzi günlərində 35 dərəcə isti olacaq. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın olacağı ehtimalı var. Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusarda orta aylıq temperatur 16-19 dərəcə isti olacaq ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr temperatur 11-16 dərəcə, gündüzləri 20-25 dərəcə, bəzi günləri 28-33 dərəcə isti olacaq. Dağlarda isə gecə 3-8, gündüz 15-20 dərəcə isti olacaq. Aylıq yağıntının miqdarı iqlim norması daxilində, bəzi yerlərdə bir qədər normadan çox olacaq. Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Mingəçevir, Beyləqan, Sabirabad, Saatlı, Şirvan, Hacıqabul, Zərdab, Salyan və Neftçalada orta aylıq temperatur 19-22 dərəcə isti olacaq ki, bu da iqlim normasına yaxındır. Gecələr temperatur 13-18, gündüzlər 22-27, ikinci və üçüncü 10 günlük bəzi günlərdə 33-38 dərəcə isti olacaq. Aylıq yağıntıların miqdarı isə kiçik mənfi fərqlə normaya yaxın olacağı ehtimalı var. Masallı, Yardımlı, Lerik, Lənkəran, Biləsuvar, Astara və Cəlilabadda orta aylıq temperatur 17-20 dərəcə isti olacaq ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr temperatur 12-17, gündüzlər 21-26, ikinci və üçüncü 10 günlük bəzi günlərdə 34 dərəcə isti olacaq. Aylıq yağıntıların miqdarı kiçik mənfi fərqlə normaya yaxın olacağı ehtimalı var. İstənilən hava şəraitində hər birinizə xoş əhval-ruhiyyə arzu edirik.